Görüşdə qubernatorluğun prezidenti Rafaella Petrini Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrə görə Azərbaycan dövlətinə dərin və səmimi təşəkkürünü bildirdi. Rahibə Rafaella Petrini Azərbaycanın birinci vitse-prezidentinin müqəddəs taxt-taca səfərlərini yüksək qiymətləndirərək Mehriban Əliyevanın qarşılıqlı anlaşmanın, dinlərarası dialoqun və mədəni əlaqələrin inkişafına göstərdiyi dəyərli dəstəyə görə minnətdarlığını bildirdi. O qeyd etdi ki, belə təşəbbüslər xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın və mehriban münasibətlərin formalaşmasına xidmət edir. Birinci vitse-prezident Mehriban Əliyeva səmimi qəbula və göstərilən diqqətə görə Vatikan dövlətinin qubernatorluğuna minnətdarlığını ifadə etdi. Mehriban Əliyeva rahibə Rafaella Petrinini Bakıya rəsmi səfərə dəvət edərək Azərbaycanla Vatikan arasında əməkdaşlığın yeni istiqamətlərdə genişləndirilməsinin vacibliyini vurğuladı. Rafaella Petrini dəvəti məmnunluq hissi ilə qəbul edərək yaxın zamanlarda Azərbaycana səfər etmək niyyətində olduğunu bildirdi. Qarşılıqlı hörmət şəraitində keçən görüşdə Azərbaycanla Vatikanın qubernatorluğu arasında mədəni, dini və humanitar sahələrdə praktiki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Sonra birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Vatikan şəhər dövlətinin qubernatorluğunun prezidenti rahibə Rafaella Petrini ilə birgə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak etdilər. Azərbaycan tərəfinin müqəddəs taxt-taca hədiyyəsi olan və ölkəmizdən gətirilən nar ağacı Respublikamızda həyat mənbəyinin, ailə bütövlüyünün, bolluğun və məhsuldarlığın rəmzi kimi qəbul edilir. Bildirildi ki, bir çox faydalı xüsusiyyətlərə malik olan nar mədəniyyətimizin müxtəlif aspektlərində geniş istifadə olunur. Tarixi, memarlıq və dini baxımından böyük əhəmiyyətə malik Vatikan bağlarında əkilən nar ağacı Azərbaycanla müqəddəs taxt-tac arasında dostluğu və əməkdaşlığı təcəssüm etdirəcək. Vatikan şəhər dövlətinin qubernatorluğunun prezidenti rahibə Rafaella Petrini Azərbaycan tərəfinin bu dəyərli hədiyyəsinə görə Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirərək onun dövlətlərimiz arasında yüksələn xəttlə inkişaf edən dostluğun və əməkdaşlığın vacib bir rəmzini təşkil edəcəyini vurğuladı. Sonra birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda Müqəddəs Pyotr Bazilikasında həyata keçirilən bərpa işləri ilə tanış oldu. Müqəddəs Pyotr Bazilikasının baş keşişi kardinal Mauro Gambetti birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən bərpa işləri barədə məlumat verdi. Bildirildi ki, Müqəddəs Pyotr Bazilikası dünyanın ən böyük kilsəsi olmaqla katolik aləminin dini mərkəzi hesab edilir və Vatikandakı 4 Papa Bazilikasından biridir. Həmçinin kilsə memarlıq baxımından bəşəriyyətin ən möhtəşəm tikililərindən sayılır. Əsası 4-cü əsrdə qoyulsa da, mövcud bina 16-17-ci əsrləri təmsil edir. Diqqətə çatdırıldı ki, kilsənin rəhbəri Papa hesab olunur və onun idarəçiliyi müqəddəs taxt-tacın rəhbəri tərəfindən təyin edilən kardinala həvalə olunur. Həmin kardinal eyni zamanda Vatikan şəhər dövlətinin baş keşişi statusunu daşıyır. 2021-ci il fevralın 20-sindən İtalyan əsilli kardinal Mauro Gambetti
Gambetti müqəddəs Pyotr Bazilikasının rəhbəri vəzifəsini tutur. Qeyd edək ki, 2019-cu il fevralın 28-də Heydər Əliyev fondu və müqəddəs Pyotr Bazilikası arasında kilsədə yerləşən Roma papası 1-ci Leo ilə Hun imperatoru Attillanın görüşü barelyefi və bazilikanın nekropolundakı Tullius Zetus məqbərəsinin bərpasına dair müqavilə imzalanıb. Layihə üzrə bərpa işləri başa çatdırılıb. Müqəddəs Pyotr Bazilikasının baş keşişi kardinal Mauro Gambetti 1-ci vitse-prezident Mehriban Əliyevaya kilsədə görülən bərpa işlərinin yüksək səviyyədə və qısa zamanda həyata keçirilməsinə görə dərin təşəkkürünü ifadə etdi. Daha sonra 1-ci vitse-prezident Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasında oldu. Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsinyor Giovanni Cesare Pagazzi 1-ci vitse-prezident Mehriban Əliyevaya Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi arasında bu yaxınlarda imzalanan anlaşma memorandumu çərçivəsində bərpa olunan və rəqəmsallaşdırılan tarixi əlyazmalar, həmçinin tarixi mənbələr haqqında məlumat verdi. Diqqətə çatdırıldı ki, 2013-cü və 2014-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan Apostol Kitabxanasında aşkar edilən Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən türkdilli irsin qorunması kontekstində əhəmiyyətə malik 75 əlyazmanın bərpası və rəqəmsallaşdırılması artıq həyata keçirilib. Qeyd olundu ki, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi ilə əməkdaşlıq Azərbaycanlı alim və tədqiqatçılara burada mühafizə olunan nadir əlyazmalara, qədim xəritələrə, eləcə də müxtəlif dillərdə dəyərli nəşrlərə çıxış imkanı verəcək. Bildirildi ki, bu gələcəkdə həmçinin Azərbaycanın tarixi və mədəni irsi barədə yeni və mühüm məlumatların əldə olunmasına şərait yaradacaq. Xatırladaq ki, Vatikan Apostol Kitabxanası dünyanın ən qədim və zəngin kitabxanalarından biridir. Onun əsası rəsmi olaraq 1475-ci ildə Papa 4-cü Sixtus tərəfindən qoyulub. Bu kitabxanada tarix, din və mədəniyyətlə bağlı 80 mindən çox əlyazma, 1,6 milyondan çox kitab mühafizə olunur. Əsas kolleksiyaları qədim əlyazmalar, inkunabullar, xəritələr, qravürlər və yazılı sənədlərdən ibarətdir. Kitabxana tədqiqatçıların və alimlərin elmi araşdırmaları üçün açıqdır. Vatikan Apostol Arxivi müqəddəs taxt-tacın əsrlər boyu topladığı rəsmi sənədlərin, məktubların və inzibati yazışmaların qorunduğu müqəddəs və elmi cəhətdən dəyərli məkandır. Bu arxiv həm kilsə, həm də dünya tarixi baxımından nadir və bənzərsiz irsi özündə cəmləşdirir. Uzun illər gizli Vatikan arxivi kimi tanınan bu məkanın adı 2019-cu ildə Papa Fransisk tərəfindən dəyişdirilərək Vatikan Apostol Arxivi adlandırılıb. Dünyanın ən böyük tarixi arxivlərindən biri sayılan Vatikan Apostol Arxivində 9-cu əsrdən günümüzədək olan dövrə aid sənədlər toplanıb. Bu arxiv Katolik kilsəsinin yaddaşı hesab olunur. Onun funksiyası kilsənin tarixi qərarlarının, mövqelərinin və diplomatik münasibətlərinin gələcək nəsillər üçün saxlanılmasını təmin etməkdir. Arxiv birbaşa Papaya tabedir və onun təyin etdiyi prefekt tərəfindən idarə olunur. Sonda Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyeva Apostol Kitabxanasına Azərbaycanın tarixi, təbiəti və mədəni irsinə həsr olunmuş bir sıra kitab və nəşrlər hədiyyə etdi.